Bugün sizə 4 punktu tətbiq eləyərək düzgün esse necə yazılmalıdır onu göstərəcəm. Sualımız budur. Do you think teenagers spend too much time on social media? Bayaq qeyd elədiyim kimi bizə ilk punktumuz, yəni topic sentence lazımdır. Topic sentenceimiz bu cür olacaq. I think many teenagers spend too much time on social media. Bu cümlə ilə siz öz fikrinizi bildirdiniz mövzuya. Onu da qeyd edeyim ki, növbəti videolarda mən sizə sualı parafrez eləyib topic sentence-ə çevrilməyin yollarını da göstərəcəm. Gəlirik növbəti punktumuza, yəni supporting idea 1. Siz ilk səbəbinizi mövzu ilə bağlı bildirirsiniz. Mövzu ilə bağlı ilk səbəbiniz bu cür olacaq. Firstly, using social media for several hours every day can take time away from studying, exercising, and spending time with family. For example, some students check their phones while doing homework and cannot concentrate properly. Bu bizim ikinci punktumuzdur. Yəni siz mövzu ilə bağlı ilk səbəbinizi artıq bildirdiniz. Növbəti addım, yəni üçüncü punktumuz supporting idea 2. Siz artıq mövzu ilə bağlı düşündüyünüz ikinci fikri bildirirsiniz. Sizin düşüncəniz, səbəbiniz mövzu ilə bağlı hər ikisi pozitiv və ya hər ikisi neqativ də olar. Və yaxud da ki, supporting idea 1 sizdə pozitiv olub, supporting idea 2 neqativ ola bilər. Birinci nümunəmdə mən çalışdım sizə mövzunun həm neqativ, həm pozitiv aspektlərini bildirək. Yəni supporting idea 1 punktu bizdə mövzunun neqativ tərəfini, supporting idea 2 punktu isə daha çox pozitiv tərəfini vurğulayacaq. Təqdim edirəm sizə supporting idea 2, yəni ikinci səbəbinizi təqdim edirəm. However, social media also has advantages. Teenagers can communicate with their friends, learn new things and find useful educational information online. Yəni birinci supporting idea-da, birinci səbəbinizdə siz sosial medianın daha çox neqativ tərəfini vurğulamışdınızsa, ikinci səbəbdə onun pozitiv tərəflərinə daha çox istinad edirsiniz. Dostlar, qeyd edeyim ki, bu ikinci və üçüncü punktlardan biri, yəni supporting idea 1 və ya 2, bu ikisindən biri olub, digəri olmasa, bu sizin balınıza neqativ təsir göstərəcək. Xahiş edirəm, bunu unutmayaq. Bu çox önəmli aspektlərdən biridir. Gəldik sonuncu punktumuz, yəni concluding sentence. Concluding sentence, yəni yekun cümləni təqdim edirəm mən sizə. The problem is not social media itself, but the amount of time people spend using it. In my opinion, teenagers should set limits and spend more time on real-life activities. Therefore, social media can be useful if it's used responsibly. Bu isə sizin yekun cümləniz oldu. Yəni, bir tərəfdən supporting idea 1, digər tərəfdən supporting idea 2 punktlarına istinad edərək sonuncu punktunuzu, yəni sonuncu fikri ortaya çıxardıb esseni yekunlaşdırırsınız. Əziz abituriyentlər, inanıram ki, bu videomuz sizin üçün çox faydalı oldu. Esse ilə bağlı digər suallarınızı rəylərdə bildirin. Növbəti videolarda biz onları çəkib sizinlə paylaşaq.